Salam, hörmətli izləyicilər. Mən Premium Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəsbə Ramazanova. Bugün sizə Güvən 5 oktyabr 2025-ci il tarixində 9-cu siniflər üçün keçirilmiş sınaq imtahanının suallarını izah edəcəyəm. Əgər belə videoların davamını gəlməyini istəyirsinizsə, kanala abunə olun. Güvənin sınaqlarında iştirak etmək istəyirsinizsə, bu zaman açıqlama qismində olan nömrə ilə əlaqə saxlayın. İndi keçdik sualların izahına. 27-ci sual. Yazılışı və tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. A variantına baxaq. Mühəndis, layiq, məqsəd. Bilirik ki, qıdan sonra kar samit gəlibdir. Burada transkripsiyada olacaq. Məqsəd formasında. A variantı getdi. Bahalıq, bahalıq, şabalıd. Bu variantı da çıxardırıq. Komanda o aya keçir. Əmoğlu i tələffüz zamanı düşür. Əmoğlu formasında olur. C variantını da çıxardırıq. Maniş, çəyirtkə, ovuc. Bıdıgıcı qaydasına baxsaq, burada ovuc ç olur transkripsiyada. Çəyirt C formasında olur ki, kar samit yanaşı gəldiyi zaman bu variantı da çıxırıq. Gilənar, spidometr, orden. Burada deyiliş və yazılış arasında heç bir fərq yoxdur. Doğru cavab Y variantı. Keçdik 28-ci suala. Hansı cümlədə eyni cinsli qoşa samitlə bitən sözün yazılışı səhvdir? Uşağın hisə bulaşmış üzünü sabun da təmizləmədi. Burada his, ocaq külü mənasında işləndiyinə görə bir sı ilə işlənir. Bu doğrudur. Təqdim etdiyimiz rəsmlər hədsiz dərəcədə gözəldir. Hədd sözündən sonra samit gəlibdir. Samit gələndə qoşa cinsli samitlər, eyni cinsli qoşa samitlərdən biri düşür. Bu da doğru variantdır. Rəfiqəmlə bütün sirlərimi bölüşməyə adət etmişdim. Aha, artıq burada sir sözündən sonra əgər biz samit artırsaq, yazılışda bir samitlə yazılacaq. Sirlər. Ona görə də bizim yanlış variantımız olacaq C variantı. Digər variantlarda isə doğrudur. Keçdik 29-cu suala. Verilmiş fikirlərin heç birinin aid olmadığı sözü müəyyən edin. Bir sözləri yazaq. Açıq ürəkli, transkripsiyası açıq ürəkli formasında olacaq. Buluddur sözü, transkripsiyası buluddu formasında olacaq. Koloniya sözü koloniya formasında olacaq. Utancaq sözü utancaq formasında olacaq və yarğan sözündə deyiliş və yazılış arasında fərq yoxdur. Kar və cingiltili samitlərin sayı bərabərdir. Bu utancaq sözündə t samiti kardır, n cingiltili, c deməli cingiltili, x kar. Kar və cingiltili samitlərin sayı bərabərdir. Utancaq sözünü çıxdıq. Daha sonra saitlərdən biri yazıldığı kimi tələffüz olunmur. Bu koloniya sözüdür. O aya keçir buradan. Koloniya. C variantı da çıxdı. Daha sonra yalnız cingiltili samitlər iştirak edir. Bu yarğandır. Y, R, G, N hamısı cingiltilidir. Y variantı da çıxardırıq. Hərflərlə səslərin sayı arasında fərq var. Bu da buluddur sözündədir. Çünki burada R samiti tələffüzdə düşmüşdür. B variantı da çıxırıq. Doğru cavab olacaq A variantı. Uyğunluğu müəyyən edin. 30-cu sual. Sinonimlik təşkil edir. Havasız, səfalı. Bunu götürməyəcəyik. Hiləgər, kələkbaz. Bəli, götürə bilərik. Çünki hər ikisi isimdir. İsim yox. Hiləgər necə, kələkbaz necə, sifət. Saxtakarlıq, dürüst. Saxtakarlıq sözü isimdir. Dürüst necə, sifətdir. Antonimlər eyni nitq səsinə aid olmalıdır. Ona görə bu variantı götürmürük. Xəstə, sağlam, hər ikisi xəstə necə, sağlam necə antonimdilər bir-biri ilə 4. Amonimliyi var. Cır sözü amonimdir. Bir var cırmaq feili, bir də var cır meyvə, yəni inkişafdan qalmış meyvə mənasında işlənə bilər. Ona görə də doğru variantımız olacaq 2, 4 və 5 D variantı. Daha sonra davam edirik.
Bəndlərdən birində fərqləndirilmiş söz çoxmənalılıq funksiyası daşıyır. Aha, çoxmənalılıq bilirik ki, çoxmənalıqda olmalıdır məcazilik və burada məcaziliyə uyğun olaraq sahənin genişliyi xeyr, bulağın gözündə göz sözü olmalıdır. Adamın qolunda qol həqiqi mənadadır, düzdür. Qol sözü çox mənalıdır, həm də amonimdir, amma burada adamın qolu çox mənalılıq daşımır, amma stulun ayağında artıq çox mənalı olacaq, çünki məcazi mənada işlənmişdir. Durnanın ağzı da eyni ilə ağız sözü çox mənalı olsa da, burada həqiqi mənada olduğuna görə biz onu çox mənalı kimi götürməyəcəyik. 33. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Bir qız qarlı qış günündə dibçəkdə bir gül bitirdi. Qış fəslində gülə baxıb ürəyinə yaz gətirdi. Yanlış fikir. 3-cü misradakı sözlərin həm leksik, həm də qrammatik mənası var. Yəni hamısı əsas nitq hissəsi olmalıdır. Qış fəslində gülə baxıb, bəli, doğrudur. Misraların hamısında amonim kimi işlənən söz var. Baxırıq. Hamısında. Burada bir sözüdür, say və ədad ola bilər. Gül, gülmək, gül çiçək mənasında. Yenə də burada gül və ürəyində yazı yazmaq və yaz fəsli mənasında. Bu variantı da çıxırıq, doğrudur. Bütün amonimlərin məna tayları eyni nitq hissəsinə aiddir. Baxaq, bir ədad və say olur. Gül, gülmək feili olur. Bir də gül çiçək isim mənasında olur. Onun məna tayları eyni nitq hissəsi deyil. O cümlədən yaz fəsli isimdir, yazmaq feildir. Məna tayları eyni nitq hissəsinə aid olmadığına görə bizim yanlış variantımız C-dir. 4-cü misrada məcazi mənalı söz işlənmişdir. Ürəyinə yaz gətirmək ola bilər. Bir də doğrudur bu fikir. Bütün misralarda sinonimi olan sözlər işlənmişdir. Qarlı, şaxtalı deyə bilərik, gül, çiçək deyə bilərik. Ürəyinə yaz, bahar gətirdi deyə bilərik. 34-cü sual, cədvəldəki uyğunluğu müəyyən edin. Kədər, kədər sözünün sinonimi yaz. Kədər isimdir, yaz isimdir, amma sevincli. Necə, nə tərzdə işlədə bilərik? Necə olmayacaq, çünki eyni nitq hissəsi olmalıdır. Saxta, qəlb sinonimdirlər bunlar. Həqiqi antonimidir, doğrudur, ikini götürürəm. Saf, təmiz, antonimi qarışıq, hamısı olar, doğrudur. Aciz, fağır, işlək. Aciz, fağır ola bilər, amma işlək sözünü onların antonim kimi götürə bilmərik. Doğru cavab olacaq ki 3 A variantı. Keçdik. 35-ci sual. Hansı cərgədəki hər iki sözdə o saiti A kimi tələffüz olunur? Burada madem, oktyabr dəyişikliyi olmayacaq. Tomat, komandir olacaq B variantı. Pomidor deyirik, amma optika yox, optika. Kosmonavt, robot, proses, forma. Doğru cavab B variantı. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq deyir. K səsi olan sözlər mexanika doğrudur, marker çığdır, klinika doğrudur. Buradan götürəcəm uyğunsuzluq deyirsə 2-ni. Ç səsi olan sözlər sənətkar doğrudur, koordinat K-dır, fakt K-dır. 5, 6, 2, 5, 6 mənim uyğunsuzluğumdur, doğru variantım olacaq D variantı. İkinci mətnimiz zirəkənli mətnidir. Mətni oxumuram, birbaşa sualları izah edəcəm. Mətnin məzmununa əsasən hansı fikirlər yanlışdır? Kəndli əvvəlcə yolçulara hörmət və səbirlə yanaşır. Bu fikir doğrudur. Çünki burada deyir ki, kəndli, baxın, hörmətli ağalar, axı bu mənim bananımdır. Səbirlə, hörmətlə onlara yanaşır. Bu fikir doğrudur. Tacir özünü müdafiə etməyə çalışsa da buna nail olmur. Bu fikir yanlışdır. Belə bir şey biz mətndə görmürük. Həkim insanların sağalmasını öz fəaliyyəti ilə əlaqələndirir. Bu fikir doğrudur. Bəli, əlaqələndirir ki, mən onları özüm sağaldıram. Burada tanrılıq bir şey yoxdur. Şahin kəndinin sözlərini dinləyir, səhvini başa düşüb üzr istəyir. Biz Şahinin üzr istəməyini görmürük. Ona görə də 37-ci sualda cavab olacaq A variantı. Sonra, mətnə əsasən düzgün fikri müəyyən edin. Şahin tacirin var-dövlətinə görə onunla yaxınlıq edir. Belə bir fikir yoxdur. Ancaq elmli və əxlaqlı insanlarla oturub durur. Xeyr. Özünü müqəddəs hesab etsə də buna uyğun davranmır. Bəli, dininə uyğun davranmır. Orada icazəsiz olaraq rahatlıqla bananları yeyir.
Deməli, keçirik 39-cu suala. Mətndəki obrazların ehtiyatlı davranmasının əsas səbəbi nə ilə bağlıdır? Qarşı tərəfin maddi imkanları və sosial mövqeyi ilə? Xeyr. Öz daxili əminliyini itirməsi və mənəvi zəifliyə düşməsi ilə? Bunu da aid etməyəcəyik. Qanun qarşısında cavab vermək, onlar qanundan qorxmurdular, icazəsiz olaraq bananı yeyirdilər. Tək olduqda digər tərəfin üstünlük imkanlarını nəzərə alması ilə. Bəli. Doğru variantımız olacaq D variantı. Əxlaqi prinsiplər, heç bir əxlaqi prinsip yox idi. Hətta icazə almağı belə düşünmürdülər. Mətnin ideyasına uyğun fikri müəyyən edin. Suyun lal axanı, adamın yerə baxanı? Xeyr. Ağıl ilə səbir, fiziki və sosial gücə qalib gələ bilər? Bəli. Bunu kimə aid eləyəcəyik uşaqlar? Bunu biz aid eləyəcəyik kəndli obrazına. Niyə? Çünki o ağılı və səbri ilə bir-bir onları parçaladı, o 3 nəfəri və onlara öz zehni qabiliyyəti ilə qələbə çaldı. Elm və din birləşdikdə cəmiyyətə fayda verə bilər. Burada elm və dinin birləşməyindən insan tənhalıqdan qorxduğu üçün səhv etməyə meyllidir. Burada tənhalıqdan qorxmaq var, amma tənhalıqdan qorxmaq güc sahiblərinə görə, fiziki gücə görə. Tənhalıqdan qorxurlar var. Ədalət yalnız qanunla bərqərar ola bilər. Bu da ideyamıza uyğun deyil. Sonra gəlirik 41-ci sual. Uyğunluğu müəyyən edin. Mətnin bir tərkib hissəsini genişləndirə bilər. 1, 2, əvvəlcə bunları və heç bir dairəyə alırıq. Sən də yoldaşların qədər haqsızsın. Bu fikir aid eləyə bilmərəm bir tərkib hissəsinə. O həsrətlə bananın yetişməsini gözləyirdi. Aha, bax, 2-ni hara qoyaram? 2-ni gətirərəm. Burada bir kəndlinin banan ağacından başqa heç nəyi yox idi. Bu cümlədən sonra yaza bilərəm ki, o həsrətlə banana yetişməsini gözləyirdi. 2-ni götürdüm. Mətnin 2 tərkib hissəsini genişləndirə bilər. Hamı təəccüblə bir-birinin üzünə baxmağa başladı. Bunu hansı hissələrə qoya bilərəm? Bunu qoya bilərəm. İlk olaraq bunlar taciri aralarından çıxardılar. O hissədən qoya bilərəm. Daha sonra qoya bilərəm. Həkimi aralarından çıxartmaq. Bunlar bir-biri ilə təəccüblə baxırlar. 2-ni müəyyən hissələrə qoya bilərəm. Daha doğrusu 3-ü götürərəm. Kəndli mənəvi zənginliyi maddi zənginlikdən üstün tuturdu. Bunu bir tərkib hissəyə qoyaram. Heç bir hissəsini uyğun deyil, heç bir hissəsini genişləndirə bilməz. Elə həmin gündən də aralarında böyük dostluq yarandı. Hansı dostluqdan söhbət gedir? Heç bir dostluqdan. Yaxasını oğrulardan qurtaran kəndi bananlarını satıb daha da varlandı. Bu nəticə hissəsinə ola bilər. Ən sonunda deyə bilərik. Deməli, mən götürəcəyəm burada variant olaraq 2, 3, 5 mənim olacaq variantım C variantı. Növbəti sual. Mətnin plan bəndi ola bilməz. Aha, bananın faydasından mətnində danışılmır. Daha sonra abırsız yolçular bu haqda danışılır. Anlayışlı kahin, kahinimiz anlayışlı deyildi. Kəndlinin peşmanlığı, kəndimiz peşman olmur. Ədalətli sual var. 1, 3, 4 doğru variantım olacaq. Y variantı. Daha sonra 43-cü sual. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki düzgün fikirləri mənə müəyyən edin. Düzgün fikirləri bizdən istəyir. Baxaq, birinci söz yemək. Mətndə işləndiyi məna həqiqi. Gəlirəm buradan yemək sözünü tapıram. Birinci sözüm yeməkdir. Aha, bananı dərib yesək. Bananı dərib yemək, bəli, bu həqiqi mənadadır. Və deyir ki, sualın şərtində. Sualımız haradaydı? Aha. Mətndəkindən fərqli mənada, həqiqidirsə mən onu məcazi mənada taxmalıyam. Dərd onu içdən yedikcə şam kimi əriyirdi. Bəli. Bunu götürə bilərəm. Sonra alçaq və məcazi mənada işlənibdir. Gəlib baxıram alçaq sözünə. Alçaq bir adam. Aha, alçaq adam məcazi mənadadır. Doğrudan da burada boyun kiçikliyindən mi söhbət gedir? Tacir kimi alçaq adam. Xeyr, burada biraz təhqir mənasında işlənibdir. Məcazi mənadadır, bəli. Bu alçaq hərəkəti heç birimiz ondan gözləmirdik. Burada da yenə məcazi mənadadır. Ona görə 2-ni götürməyəcəm. Tapdamaq məcazi mənadadır. Baxın tapdamaq sözünə.
Başqasının haqqını tapdamaq, bəli, məcazi mənadadır. Fərqli mənada mən onu həqiqi mənada işlətməliyəm. Qarışqaları tapdamamaq üçün ehtiyatla yeriyirdim. Bəli, doğrudur. Getmək həqiqi yayda hara gedəcəyimizə hələ qərar verməmişdik. Baxaq. Həqiqi mənadadırmı getmək burada? Öz yoluna düz get. Bəli, həqiqi mənadadır düz get. Öz yoluna düz get. Amma burada hara gedəcəyimizi qərar verə bilməmişdik. Bu da həqiqidir. Ona görə 4-ü götürməyəcəm. 1-3 olacaq variantım. A variantı. 44-cü sual. Mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə tənqid olunur. Tamahkarlıq, başqasının malına göz dikilir. Bəli, kəndlinin banalarına göz dikilir. Təkəbbür, azlıq-çoxluğa tabi olur. Xeyr, belə bir şey yoxdur. İkiyüzlülük, dini mövqeyə baxmayaraq doğru hərəkət edilir. Bəli, kahinin simasında. Hörmətsizlik, yüksək mövqeyə malik adamlara diqqət ayrılmır. Xeyr. Cavab olacaq 1-3 B variantı. Kəndli yolçulara qarşı davranışa hansı prinsipə uyğun gəlir? Burada parçala və hökm sür. Çünki onları bir-bir sıradan çıxardır və sonda özü qalib gəlir. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Burada nöqtələrin yerinə baxaq. Bəs sən cürbəcür müqəddəs qanunlar öyrənən alim, de gör, o qanunlar başqasının haqqını tapdalamağı, malını mənimsəməyi öyrədir, sonra müdafiə edir və yaxud da təbliğ edir. Bu tip fikirləri və buna uyğun fikirləri yaza bilərik. Nöqtələrin yerinə. Daha sonra keçdik ikinci mətnimizə. Bitkilərin gizli dili yaşıl aləmdə ünsiyyət necə qurulur? Mətnin birbaşa olaraq suallarına keçirəm. Mətndə nə tövsiyə olunur? Bitkilərin səssizliyini pozmaq üçün müasir tələblərə uyğun texnoloji cihazlar hazırlamaq? Xeyr. Bitkilərin davranışlarını insan duyğu sistemi ilə müqayisə etmək? Doğru deyil. Bitkilərin aktivliyini sübut etmək üçün onların üzərində daha çox eksperiment aparmaq? Xeyr. Bitkiləri daha yaxşı anlamaq üçün onların informasiya ötürmə üsullarını öyrənmək tamamilə doğrudur. D variantı olacaq doğru variantımız. 48. Mətnin məzmununa əsasən nöqtələrin yerinə hansı fikir yazmaqla cümləni tamamlamaq olar? Nöqtələrin yerinə. Lakin son 10 illiklərdə aparılan tədqiqatlar göstərir ki, bu təkcə bir bitki ilə digər arasında olmur. Bunun arasına nə qoya bilərik? Tədqiqatlar göstərir ki, bitkilər günəş işığını qəbul edib oksigen hasil etməklə kifayətlənirlər. Xeyr. Bitkilər heyvanlar kimi səslə reaksiya verirlər. Xeyr. Onların hüceyrə quruluşu, sadə funksiyaları isə mexanikdir. Xeyr. Onların insanlarla ortaq xüsusiyyətləri son dərəcə məhduddur. Xeyr. Bitkilər arasında mürəkkəb və ağıllı ünsiyyət sistemləri mövcuddur. Bəli, bu təkcə bir bitki ilə digəri arasında olmur, həm də torpaqaltı göbələk şəbəkələri və kimyəvi siqnallar vasitəsilə canlı ekosistemi əhatə edir. Uyğun variantım olacaq Y variantı. Bir növ bu meşənin öz internet sistemidir. Mənim burada açar sözüm sistemi deyir, genişləndirmək olar deyir. Baxıram, burada hansı nöqtələrin yerini genişləndirə bilərəm. Baxın, burada deyir ki, bu göbələklər müxtəlif bitkilərin köklərini birləşdirir və onların su, qida maddələri, hətta xəbərdarlıq siqnalları paylaşmasına imkan verir. Daha sonra yazaram. Bir növ bu meşənin öz internet sistemidir. Daha sonra zədələnmiş və ya xəstə bitkilər bu sistem vasitəsilə kömək siqnalları göndərir. Ona uyğun olaraq mən burada seçəcəm A variantını. 50-ci sual uyğunluğu müəyyən edin. Bitkilər arasında ünsiyyət təkcə səthi deyil, həm də torpaqaltı sistemlə baş verir. Doğru. Mətnin əsas məqsədi insanları bitkiləri qorumağa təşviq etməkdir. Xeyr, mətnin əsas məqsədi bitkilərin ünsiyyət vasitələri bir-birləri ilə əlaqə saxlamalar, bunlardan bəhs etməkdir. Müasir elmi tədqiqatlar bitkilərin mürəkkəb davranış modellərinə sahib olduğu fikrini sübut edir. Doğru. Yanlışdır. Bəzi bitkilər özlərini qorumaq üçün digər canlıları köməyə çağırmaq qabiliyyətinə malikdir. Bu fikir doğrudur.
Bitkilər ətrafla əlaqə qura bilmək üçün insanların köməyinə, xeyr, insanların köməyinə deyil, bir-birlərinin köməyinə ehtiyac duya bilərlər, amma insanlara yox. Bitkilər bir-birinə resurs ötürə biləcək qədər sosial və qarşılıqlı əlaqəli sistem yaradıblar. Bu fikrimdə doğru olacaq. Burada götürəcəm. Doğruda doğru 1, 3 və yanlışda yanlış 5 variantım olacaq. B variantı. Daha sonra keçirik. 51-ci sual. Mətndə bu haqda danışılmır. Bitkilərin siqnal ötürmək üçün xüsusi maddələr ifraz etməsindən danışılır. Zədələnmiş bitkilərin ətrafdakılarından kömək istəməsindən. Bundan da bəhs olunur. Bitkilərin heyvanlardan daha mürəkkəb canlı olmasından. Burada bitkilər və heyvanların müqayisəsi verilməmişdir. Ona görə C variantı olacaq. Mətndə tünd qara hərflərlə verilmiş sözün mənasını izah eləyin. Baxaq, tünd qara hərflərlə verilmiş sözə. Mütəxəssislər World Wide Web adlandırılan yeraltı mikroarizal göbələk şəbəkəsini araşdıraraq, onların maraqlı iş prinsipi ilə tanış olmuşlar. Burada prinsip sözünə baxırıq. Doğru variantımız müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şeylərə qatılmış olan, bir şey düzəltmək üçün işlədilən cisim, şey, maddə, ləvazimat, xammal, düşmənçilik, qərəzkarlıq, hər hansı bir işdə əsas ideyaya gözlənilməli olan şərt, yaxşı nəticələnəcəyini ümid ilə hərəkət etmə, iş görmə, doğru variantım olacaq. Burada mətnimə uyğun olaraq hər hansı bir işdə əsas ideyaya gözlənilməli olan şərt D variantı. 53-cü sualımıza baxaq. Mətnə əsasən bitkilərin müdafiə mexanizmləri əvvəlcədən hərəkətə keçirsə, məsələn, acı maddə ifrazı bunadan xəbər verir. Bu, uşaqlar, ondan xəbər verir ki, bitkilər zəhərli maddələri daima ehtiyatda saxlayırlar. Bu, ondan xəbər verəcək. 54-cü sualım. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənada işlənmişdir? Mətndə altından xətt çəkilmiş söz hansı sözdür? Baxırıq. Burada zədələnmiş və ya xəstə bitkilər bu sistem vasitəsilə kömək siqnalları göndərir. Sağlam bitkilər isə ehtiyac daxilində onlara resurs ötürür. Bu sözə baxacağıq. Yəni ötürmək sözünə baxacağıq burada. Görüş yerinə tez çatmaq üçün bir avtobusda ötürdüm. Xeyr. Qardaşım məni vağzalacan ötürüb sonra işə qayıtmalıydı. Bunu götürməyəcəyik. Burada ötürmək, məlumat ötürmək mənasında baxacağıq. Deyirlər Koroğlu yemək bir dəfəyə ötürəndə qarı qorxdu. Xeyr. Mətni oxuyarkən mənasını anlamadığı hissləri ötürdü. Bu da olmaz. Telefon danışıqlarını pek vasitəsilə ötürmək, bəli, göndərmək olar. Y variantı daha uyğundur. Mətndə bitkilərin hansı müdafiə strategiyalarından istifadə etdiyi göstərilir. Hansı müdafiə strategiyalarından istifadə edir? Baxaq. Burada mətnimizdə yaza bilərik ki, birinci olaraq zəhərli maddələrin ifrazı. Zəhərli maddələrin ifrazı. İkinci olaraq da müdafiə strategiyası kimi digər canlıları çağırma götürə bilərik. Digər canlıları çağırma. Məsələn üçün, digər canlıları çağırmağa harda görürük? Burada gedirik, mətnimizə baxırıq ki, bəzi bitkilər yırtıcını yemədən digər canlını çağırmaq bacarığına da malikdir. Məsələn, qarğıdalı bitkisi müəyyən növ tırtılların hücumu zamanı xüsusi qoxulu maddə ifraz edərək bu tırtılları ovlayan arıları cəlb edir. Baxın, bu cümləyə əsasən biz bunu götürdük. Daha sonra sağlam bitkilər ehtiyac daxilində resurs ötürür. Bunun səbəbi nə olacaq? Çünki xəstə bitkilər onlara ehtiyac siqnalı göndərir. Qarğıdalı bitkisi tırtılların hücumu zamanı xüsusi qoxulu maddə ifraz edir. Nəticədə bayaq oxuduğumuz cümlə tırtıl yeyən arılar buraya cəlb olunur. Deyə bilərik.